Babası Türk, annesi Türk, bu vəhdətdən doğulmalı. Bu torpağa şahlıq edən Türk'ün oğlu Türk olmalı. Ləhcəsindən sözü kirli, soy kökündən necə kirli olan kəsin, utanmadan qaranlığa işıq deyən filan oğlu filan kəsin, represiya sükanda haqq danışan bir nakəsin, tarixçəsi millət üçün uca səslə oxunmalı. Bu torpağa şahlıq edən Türk'ün oğlu Türk olmalı. 90 illik bir bayrağın sahibini kənar tutan, Cumhuriyyət öndərinin yoxluğuna imza atan, şəxsiyyətsiz ziyalılar söylədi mi, utan, hansı haqla barmaqları o bayrağa toxunmalı, bu torpağa şahlıq edən Türk'ün oğlu Türk olmalı. NKVD sürükəzindən puçurlanan diktatorun bələdçisi, 40 il qabaq Türkistana Kəz Baxanın köməkçisi, Demokratiya Partəsinin altındakı Rus elçisi, qara qızıl təşnəsi tək, qızıl təkdə boğulmalı, bu torpağa şahlıq edən Türk'ün oğlu Türk olmalı. İmperiyanın əllərini sıxıb gələn fitnəkarın, Hayastana zaman-zaman nəğmə deyən nəğməkarın, bəstələnmiş mahnıları sirli qalan bəstəkarın, gömüldüyü ləyaqətsiz animanı dağılmalı, bu torpağa şahlıq edən Türk'ün oğlu Türk olmalı. Siz ey Türk'ün aslanları, cəngavərlər, qalxın görək, uzaqlaşan o yumruqlar bir-birinə yaxın gələk. Bir həmləyə Azərbaycan öz gücünü göstərəcək, mənəm burada şah deyənin uzun burnu ovulmalı, bu torpağa şahlıq edən Türk'ün oğlu Türk olmalı, bu torpağa şahlıq edən Türk'ün oğlu Türk olmalı. Aferin. Biraz o dayak biraz imtihan sinirlerim 5 tane.